Salam dostlar, bu günlərim sizinlə birlikdə hesabımı, yəni Cybersözdəki hesabıma baxacağıq. Bu günlük oyunu oynamayacağım. Əgər Cybersöz videosunu, yəni bu video 30 baxışı keçsə, Cybersöz videolar çəkəcəm və oyuna da başlayacağım. Burada tap to play var. Buna basacağım və oynayacağım. Bu günlük sizə hesabımı göstərəcəm, amma o birisi günlər əgər çox dəstək gəlsə və Cybersözü bəyənsəniz, oyunu da oynayacağım. Bu günlərim karakterlərimə, hesabımın rekorduna və yəni dünya sıralamasında neçənci olduğuma baxacağıq. Birincisi ən yuxarıda top run yazır. Yəni ən çox 995.346 metr getmişəm. Bu rekordumdur. Sonra burada dünya sıralaması var. Yəni yarışda dünya sıralaması var. Mən dünya sıralamasında 5-ciyəm. Yəni bu yaxşıdır. İnanmıram birinci olam. Yəni siz yuxarıda arısını ola nə bilim, nə addır. Onun kupasını görürsünüz. Bir də mənim kupama baxın. Yəni mən ona çatmam. Yəni bəlkə yoxu da ola bilər. Neyse, yarışmanı bitirmişəm və yeni bir karakter almışam. Outfit'dir, nədir? Elə bir şeydir deyəsən adı. Nev outfit yazır, amma olmuyor da bilər adı elə. Sizə indi karakterlərimi göstərəcəm. Qorxdum. Baxın, burada bu karakter var. Sonra o karakterler var. Burada. Dino var. Ondan sonra Frank var. Ninja var. Robo tag bottu. Lucky var. Twiki var. Bizim Jake var. Ve Jake'in bu game'i var. Bu kadar. Bu ne istəyir? Bunu yəni, yoxumda alıram. Bunlar çox çətindir almaq niyəsə. Amma yəni olanlar vardır. Olanlar baxacaq ki, bunun nə çətinliyi var. Neyse dostlar, karakterlərim belədir. İndi kaykalarımız keçir. Kaykayım karakteri kimi çox deyil. Biri belə bir dənə var. Biri budur. Biri də normal, yəni klasik bizim kaykaydı. Mən bunu istifadə edirəm. Bu çox keçəydi. Upgrade, bu heç. Bunlar bu seviyələrə gətirmişəm. Baxın. Bu 2 kat ulduz yəni 2 kat daha tez gedirik və məsələn saniyədə 1 metr gediriksə saniyədə 2 metr getmiş olduq. Burada maqnit var. Maqnit pulları almaq üçündür. Ayaqqabı daha göyə tullanmaq üçündür. Bu jetpackdə uçmaq üçündür. Yəni göydə uçuruq. Bu nədir? Bura heç bilmirəm. Bura nədir? Sonra market var. Marketdə ücretsiz kutu var. Bir dənə papaq çıxdı. Heç nədir məncə. Sonra bunlar heç 13.677 altınım var, amma bunları almağı düşünmürəm. Nev event. Baxaq. Event yəni oyun. Baxaq. Hanı? Bildim bu qırmızı. Yox, bu günəm oynamayacaq maalesef Cybersöz. Təzə güncəlləmə gələcəkmiş. Soda rush nədir? Amma soda ilə əlaqəli. Dostlar, bunu gələn dəfəyə saxlayacağım ya da video dışında özüm oynayaram. Bu günlük yəni oynamayacağım. Bəlkə heç bəyənmədiniz. Ona görə də bu videonun 30 baxış keçsin. Sizdən çox baxış istəmirəm. Onu da oynayarıq. Bu videonun 4 dəqiqə olub hələ. Başqa göstərə biləcəyim bir şey qaldı mı? Yox, qalmadı. Bir də profilimi göstərim. Profildə bunlar var. Sonra baxın, burada bunu dəyişmək olur. Yəni bunu belə eləmək olur. Mən özəl olaraq bunu almışam. Bu qəşəngdir. Burada da bunları seçmişəm. Bu bayraq kimini. Niyə çıxdı? Bunu qoy bura. Sonra belə qum saatını, pizzanı, bir də almanı seçmişəm. Bunlar çox yaxşıdır. Əgər burada başqalar yəni fərqli daha yaxşı olanlar varsa mənə deyin, onları taxım. Mənim bunları dəqiq bilmirəm. Yəni özəllikləri nədir, hansı daha yaxşıdır. Amma bilirəm ki, bu gümüşlər və altınlar daha yaxşıdır. Bir də bu bayraqlı belə daha fərqli formlu daha yaxşıdır. Amma bilmirəm, daha fərqli, bir-birlərindən fərqlənə bilərlər.
Profil belədir. Adım da elə Yusif qoymuşam. Belə. Dostlar, videomuz bu qədər idi. Kanalımıza abone olub like etməyi unutmayın. Sağ olun. Görüşərik. Əgər sahibi sözdən videolar istəyirsinizsə yazın. Aha, bu qız da sizə sağ ol əli və sağ olun.